Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzu izahımız kvadrat köklər həqiqi üslü qüvvət mövzusundan olacaq. Nədir kvadrat kök? Kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir. Uşaqlar, yadımızda saxlayırıq ki, mənfi ədədin kvadrat kökü yoxdur. Mənfi olmayan ədədin kvadrat kökünə də bu ədədin hesabi kvadrat kökü deyilir və kök altında a kimi işarə olunur. Yəni, məsələn, kök altında 25. Kök altında 25 bərabərdir 5-ə. Bu deməkdir ki, 25-in hesabi kvadrat kökü 5-ə bərabərdir. Uşaqlar, biz yadımızda saxlamalıyıq ki, nə? Kök altında a həmişə, yəni kök altında a yazılışı varsa, burada həmişə a sıfırdan böyük bərabərdir. Kvadrat, hesabi kvadrat kökün altındakı ifadə heç vaxt sıfırdan kiçik olmaz. A sıfırdan böyük bərabər olmalıdır həmişə. Yəni, məsələn, belə desək, kök altında 20, kök altında 36, bu kimi ifadələrin mənası var. Amma kök altında mənfi 18, kök altında mənfi 25. Bəzən deyirəm ki, kök altında mənfi 25 nəyin kvadratıdır? Müəllim, mənfi 5-in kvadratıdır. Xeyr, kökün altında mənfi olarsa, bu ifadənin mənası olmaz. Eyni qaydada dediyimiz kimi, kök altında a yazısında kökün altındakı ifadə sıfırdan böyük bərabər olduğu kimi, həm də kök altında a-nın özü də sıfırdan böyük bərabərdir. Yəni, kökaltı ifadənin özü bütövlükdə, o da sıfırdan böyük bərabər olmalıdır. Yəni, məsələn, kök altında 16 4-ə bərabərdir, kök altında 25 5-ə bərabərdir. Amma məsələn, kök altında 36 mənfi 6-ya bərabərdir deyə bilmərik. Yəni, belə bir ifadə doğru deyil. Normalda kvadratı bir ədədin, məsələn, a kvadrat bərabərdir 36 yazdığımız zaman a bərabərdir müsbət və mənfi 6 yazırıq. Niyə? Çünki müsbət 6-nın da kvadratı 36-nı verir, mənfi 6-nın da kvadratı 36 verir. Amma heç vaxt kök altında 36-dan mənfi 6 çölə çıxmaz. Yəni, bu yazılış səhv bir yazılışdır. Daha sonra kvadrat köklərdə yadımıza saxlayacağımız əsas qaydalardan biri nədir? Kökün altında a kvadratı deyə bir yazılışla rastlaşmışıqsa uşaqlar, burada kvadratla kök ixtisar gedir və kökdən çölə çıxır modulda a. Həmişə bu belədir. Kvadratla kökü ixtisar aparırıq, amma çölə modulda a-nı çıxardırıq. Məsələn, bu bəzi tip misallarda istifadə olunur ki, tutalım yazılıb ki, kökün altında, məsəl üçün, kök altında 5 çıx 3-ün kvadratı. Bunun cavabını hesablamalıyıq. Nə demişdik biz qaydamızda? Kvadratla kök ixtisar gedir. Getdi. Getdikdən sonra modulda kök altında 5 çıx 3 ifadəsi çıxır çölə. Kök altında 5 çıx 3 ifadəsi artıq moduldadır. Artıq mən kökün xassəsindən çıxdım, modulun xassəsinə gəldim. Modulun xassəsini tətbiq etməliyəm. Modulunda belə bir xassəsi var idi. Əgər modul daxilindəki ifadə mənfidirsə, çölə biz həmin ifadənin əksini, əgər modul daxilindəki ifadə müsbətdirsə, çölə həmin ifadəni olduğu kimi çıxardırıq. İndi baxırıq kök altında 5 çıx 3. Kök altında 5 çıx 3-ün mənfiliyini, müsbətliyini bilməkdən ötürü kökdən çöldə olan ədədi kökün altına salıram. 3 kök altında 9 deməkdir. Kök altında 5-dən də kök altında 9 çıxarsam əgər, bu mənə eləyəcək mənfi bir ədəd. Mənfi olduğuna görə moduldan çölə həmin ifadənin əksini çıxardacağıq. Yəni, 3 çıxılsın kök altında 5. Baxın, bu qaydaya əməl etmək çox vacibdir, çünki testlərdə çox istifadə olunan bir qaydadır. Yəni, əslinə qalanda, məsələn, biz yazmışıq kök altında 15-in kvadratı, 15-in kvadratını yenə köklə kvadrat gedir. Elə bu modulda 15 çıxıb da, modulda 15-də 15-ə bərabərdir. Biz bunu müsbət ədədlərdə hiss eləmirik bu qaydanı. Amma məsələn, mənfi ədəd götürsək, mənfi 8-in kvadratı desək, mənfi 8-in kvadratı modulda mənfi 8 olacaq. Modulda mənfi 8. Və modulda mənfi 8-dən çölə 8. Yəni, belə bir şeylə rastlaşsaz, kökün altında mənfi bir ədədin kvadratı ilə rastlaşsaz, orada kökdən çölə deyərsiniz, kvadratla kök gedir, mənfi 8 çıxır. Xeyr, mənfi 8 yox, yenə də müsbət 8 çıxmış olacaq kökə. Deməli, uşaqlar, kök anlayışını öyrəndikdən sonra biz artıq burada nə ilə tanış oluruq? İrrasional ədədlər anlayışı ilə tanış oluruq.
Məsəl üçün, bir var kök altında 25. Kök altında 25-dən kökdən çölə adi 5 ədədi çıxır. Amma bir də var ki, məsələn, kök altında 20. Kök altında 20-dən kökdən çölə heç nə çıxmır axı. Yəni, təqribən mən bilirəm ki, bu 4 tam neçəsə bir ədəddir. Amma dəqiq qiyməti bilmirəm. Baxın, bu ədəd kökdən çıxdı. Bu ədəd olur rasional ədəd. Rasional. Amma kökdən çıxmayan bir ədədə isə biz deyəcəyik irrasional ədəd. İrrasional ədəd. Bir ədədin kökü yoxdursa, bu ədəd irrasional ədəddir. Məsələn, kök altında 1 rasionaldır, kök altında 4 rasionaldır, kök altında 16 rasionaldır və s. Yəni, kökdən çıxan ədədlər. Amma məsəl üçün, kök altında 2 rasional deyil, irrasionaldır. Kök altında 3, kök altında 15 və s. Yəni, əgər bir ədəd kökdən çıxmırsa, bu irrasional ədəd kimi qiymətləndiriləcək. Bu belə. Danışdıq bu vaxta qədər kvadrat kök haqqında. Bəs yaxşı, sadəcə kvadrat kök mü var? Xeyr. N dərəcəli kök var. N-ci dərəcədən qüvvəti A-ya bərabər olan ədədə A-nın N-ci dərəcədən kökü deyəcəyik bu dəfədə və yazılış qaydası kök altında N-ci dərəcədən A kimi yazılacaq. Uşaqlar, kök işarəsinə bəzən radikal işarəsi də deyilir. Radikal işarəsi N kökün dərəcəsidir, A isə kökün altındakı ifadədir. Əslində biz hesabı kvadrat kökü öyrənəndə də kök altında məsələn hansısa bir ədəddən danışanda, A ədədindən danışanda kökün dərəcəsi var. Amma bu dərəcə 2-dir. Necə ki, məsəl üçün biz qüvvət yazanda A üstü 1 yerinə A yazırıq axı, deyirik, qüvvətdə 1 olarsa bu yazılmır. Eləcə də kökün dərəcəsində də 2 olanda kökün dərəcəsindəki 2 yazılmır. Yəni, əgər kökün dərəcəsində heç nə yazılmayıbsa, bu onun 2 dərəcəli olduğunu göstərir. Bəs yaxşı, n dərəcəli kökün necə tətbiq edəcəyik, digərlərindən necə fərqləndirəcəyik? Məsəl üçün, bir var ki, yazılsın, yenə də kök altında 36 bərabərdir. Mən fikirləşirəm ki, burada dərəcədə 2 var. Görünməz 2-miz var bizim. Və baxıram ki, nəyin kvadratı 36 eləyir? 6-nın. Yəni, kök altında 36 6-ya bərabərdir. Bir də var, yazıram ki, kök altında 3-cü dərəcədən 8. Artıq mən düşünmürəm nəyin kvadratı 8 eləyir. Dərəcəmə baxıram, kökün dərəcəsini 3-dür. Demək ki, mən düşünməliyəm ki, nəyin kubu 8 eləyir? Nəyin kubu? Artıq 3 dərəcəlidir axı. Ona görə cavabımız götürürəm 2. Artıq tək dərəcəli köklərdə, yəni biz n-ci dərəcəli kökü öyrənəndə tək dərəcəli, cüt dərəcəli kökləri fərqləndirməyi də öyrənməliyik. Burada nə kimi fərq var? Uşaqlar, kökün altında A ifadəsi verilibsə və dərəcə 2n şəklində, yəni cüt şəkildədirsə, dərəcə cüt ədədlə ifadə olunubsa, bu zaman deyəcəyik ki, kökün altındakı ifadə heç vaxt mənfi olmaz. Həmişə sıfırdan böyük bərabərdir. Amma kökün dərəcəsi 2n plus 1, yəni tək ədəd olaraq ifadə olunubsa, o zaman biz deyəcəyik ki, burada A daxildir R-ə. Yəni, A istənilən ədəd ola bilər. İstənilən rasional ədədi, yəni qoysaq, daha doğrusu istənilən həqiqi ədədi A-nın yerinə qoysaq, bu doğru bərabərliyə çevriləcək. Yəni, nə deməkdir? Məsələn, mən durub yazmışam kök altında 4-cü dərəcədən 6. Nə bilim, yazmışam kök altında 10-cu dərəcədən 32 və s. Yaxud yazmışam kök altında 6-cı dərəcədən mənfi 10. Diqqətli olaq bura. Biz nə demişik? Cüt dərəcəli kökün altında mənfi olmaz. Cütdür, mənfi deyil ki, mənası var. Cütdür, 10-dur, mənfi deyil ki, mənası var. Cütdür, mənfidir. Deməli, bu ifadənin mənası yoxdur. Yəni, cüt dərəcəlidən kökün altında mənfi olmaz. Bax, bunu diqqətlə yadımızda saxlayırıq. Amma tək dərəcədən kökün altında mənfi də olar, müsbət də olar. Dedikdə A daxildir R. Yəni, məsəl üçün, mən yazmışam kök altında 3-cü dərəcədən 8 də yaza bilərəm, kök altında 3-cü dərəcədən mənfi 8 də yaza bilərəm. Kök altında 3-cü dərəcədən 8 2-yə bərabərdir, kök altında 3-cü dərəcədən mənfi 8 isə mənfi 2-yə bərabərdir. Yəni, bunu yaza da bilirəm, mənası da var, hesablaya da bilirəm. Belə. Daha sonra kök altında 2n-ci dərəcədən A, necə ki, kökün altındakı ifadə sıfırdan böyük bərabərdir, eləcə də bütöv köklü ifadə də özü də sıfırdan böyük bərabər olacaq. Kök altında 2n
plus 1, yəni tək dərəcədən A isə daxildir R-ə. Yəni istənilən həqiqi ədədlər çoxluğundan götürülmüş ədəd ola bilər. Burada bir işimiz yoxdur. Yəni bura qarışmırıq. Yəni kök altında 4-cü dərəcədən 16 yazıblar. Kök altında 4-cü dərəcədən 16. Fikirləşirəm ki, mən nəyi 4 dəfə öz-özünə vursam 16 eləyəcək? 4-ü. Hə, 4-ü deyirəm, əstəğfurullah, 2-ni. Cavab 2. Doğrudur, bir sıxıntı, bir problem yoxdur. Amma məsələn, mən yazmışam kök altında 6-cı dərəcədən 64. Nəyi 6 dəfə öz-özünə vuranda 64 eləyir? 2. Amma tutalım ki, mənfi 2 yazıblarsa, əslində qalanda mənfi 2-ni də götürüb 6 dəfə öz-özünə vuranda mənfi 2. Məsələn, kənarda mənfi 2 üstü 6 yazsaq, bu bizə 64-ü verəcək. Amma kök altında cüt dərəcədən mənfi çıxmır qaydamıza zid olduğuna görə deyirik ki, bu cür yazılış yanlış bir yazılışdır, səhvdir. Məsələn, yazmışam kök altında 3-cü dərəcədən 125. Fikirləşirəm ki, nəyin kubu 125 eləyir? 5-in kubu 125 eləyir. Amma məsələn, mən burada yaza da bilərəm ki, 3-cü dərəcədən mənfi 125. Yəni, bunu da yaza bilərəm. Çünki tək dərəcədəndir. Tək dərəcədən istədiyim ədədi yaza bilirəm. Sıxıntı yoxdur. Bu zaman mənfi 5 eləyəcək. Yəni, kökdən də mənfi ədəd çıxa bilər. Burada heç bir sıxıntı yoxdur. Uşaqlar, n-ci dərəcədən kökün qaydası elə kvadrat kökdə necə eləyirdiksə, n-ci dərəcədən kökdə də eyni şəkildə eləyəcəyik. Yəni, məsəl üçün, kökün altında A üstü 2n yazılıb, dərəcəmizdə 2n-dir. Bax, bu 2n-lər ixtisar gedir, cüt dərəcəli köklər ixtisar gedir, modulda A qalır. Amma məsələn, kökün altında burada 2n plus 1 dərəcədən A üstündə 2n plus 1 yazmışam, yenə bu 2n plus 1-lər ixtisar gedir. Amma bu dəfə sadə A qalır. Fərqini misaldan izah eləyək. Məsələn, vermişik kök altında x üstü 6, amma 6-cı dərəcədən. Hə, bax, bu zaman 6-lar ixtisar gedəcək, qalacaq modulda x. Cüt dərəcəli kök varsa, o zaman modulda saxlayırıq. Məsəl üçün, mən yazmışam 5-ci dərəcədən x üstü 5. Hə, bu ücənəyə bərabərdir. Adi x-a. Çünki tək dərəcəlidir. Tək dərəcəli kökdə heç bir təhlükə, heç bir sıxıntı yoxdur. Uşaqlar, belə bir misal verilib bizə. Deyir ki, əgər A kiçikdir 0 olarsa, kök altında 5-ci dərəcədən A çıxılsın, daha doğrusu 5-ci dərəcədən A üstü 5, çıxılsın kök altına 4-cü dərəcədən A üstü 4, deyir bu ifadəni sadələşdirin. Uşaqlar, bu ifadəni mənim sadələşdirə bilməyimdən ötürü mən əvvəlcə köklərdən qurtulmalıyam. Baxın, nə demişdik? 5 ilə 5 ixtisar getdi. Nə qalır? Adi A. Çünki tək dərəcəlidir. Cüt dərəcəli olanda nə olur? 4 ilə 4 ixtisar gedir. Nə qalır? Modulda A. Adi A ilə işim yoxdur. A çıxılsın. Modulda A ilə işim var. Necə bir işim var? Çünki modulun qaydasını tətbiq etməliyəm. Modulun içərisindəki ifadə müsbətdirsə çölə olduğu kimi çıxır ifadə, mənfidirsə əksi olaraq çıxır. A kiçikdir 0, yəni mənfidir. A mənfidirsə çölə əksi olaraq çıxır. Yəni mənfi A olaraq çıxır. Nəticə etibarı ilə də A çıxılsın mənfi A olur. A üstə gəlinsin A 2 mənfi birləşdiyinə görə bu da bizə verir doğru olaraq 2A cavabını. Bu da oldu kökün belə bir qaydası. Daha sonra uşaqlar, kökaltı ifadələri sadələşdirmək üçün bəzi qaydalarımız olacaq. O qaydalardan birincisi nədir? Kök altında n-ci dərəcədən A vurulsun B-ni mən kök altında n-ci dərəcədən A vurulsun kök altında n-ci dərəcədən B olaraq parçalaya bilərəm. Yəni, məsəl üçün, kök altında tutam 3-cü dərəcədən, kök altında 3-cü dərəcədən yazılıb, neçə yazaq? Kök altında 3-cü dərəcədən 72 yazılıb. Kök altında 3-cü dərəcədən 72 yazılıb. Mən bunu belə parçalaya bilərəm. Kök altında 3-cü dərəcədən 8 vurulsun kök altında 3-cü dərəcədən 9 kimi parçalaya bilirəm. Kök altında 3-cü dərəcədən 8 hesabı, yəni 8 nəyin kubudur? 2-nin olur 2, amma kök altında 3-cü dərəcədən 9, 9 heç nəyin kubu olmadığına görə elə kök altında 3-cü dərəcədən 9 olaraq da saxlayırıq biz bunu. Oldu belə. Bu bir qaydamız. Daha sonra eyni şəkildə bölməni də icra eləyə bilərəm. Kök altında n-ci dərəcədən A bölünsün B-ni mən parçalayıb kök altında n-ci dərəcədən A bölünsün kök altında n-ci dərəcədən B kimi yaza bilərəm.
Yəni belə bir xassəm də var. Daha sonra uşaqlar növbəti xassəmdən biri kök altında n-ci dərəcədən kök altında m-ci dərəcədən a-nı mən bu köklərin dərəcələrini bir-birinə vurub kök altında n vurulsun m-ci dərəcədən a yaza bilərəm. Yəni məsələn qat-qat kök verilib. Biri kök altında 3-cü dərəcədəndir. Biri də kök altında məsələn 5-dir. Fikir verin, bu 3-cü dərəcədəndir. Bunun dərəcəsində heç nə yazılmayıbsa, bu 2-ci dərəcədən hesablanır da. O zaman mən bu 3 ilə 2-ni bir-birinə vurub 6-cı dərəcədən 5 olaraq yaza bilərəm. Yəni belə bir qaydam var. Daha sonra başqa hansı qaydamız ola bilər? Yəni bunların hamısını misallar üzərində tətbiq edirik. Bir də ola bilər ki, bu yazılış belə verilsin. Kök altında 3-cü dərəcədən 2 kök altında 5. Baxın, bunu necə yazırıq? Bu zaman bu 3 ilə 2-ni bir-birinə vururuq yenə də. 3 ilə 2-ni, yəni bu 3-cü dərəcədə, bu 2-ci dərəcədə. Bunları vururam, 6-cı dərəcədən yazıram. Sadəcə bu dəfə bir fərqliyi var. Bu çöldəki 2 mənə mane olur. Bu 2-ni salıram bu kökün altına. 2 kökün altına girəndə 4 olaraq girir. Çünki 2-ci dərəcədən kökün altına girir. 4 də vurulur 5-ə olur 20. Baxın belə. Məsəl üçün, belə bir misal verilib. Kök altında 3-cü dərəcədən 2, kök altında 3-cü dərəcədən məsələn 2. Deyirəm, bunu sadələşdirmək lazım. Nə edirəm? 3 vur 3. Yazıram kök altında 9-cu dərəcədən. Bu 2 bu kökün altına girməlidir. Neçənci dərəcədən? 3-cü dərəcədən. Yəni 8 kimi girəcək. Fikir verin, bu 2-ni mən kökün altına 4 kimi saldım. Çünki 2-ci dərəcədən girir. Kvadrata yüksəldilərək girir. Amma bu 2-ni kuba yüksəldilərək içəri salıram. Çünki burada 3 var. Kuba yüksəldiləndə 8 olur və içəridəki 2-yə də vurulur. Olur 16. Bu da olur bir qaydam. Daha sonra rasional üslü qüvvət haqqında danışacağım. Rasional üslü qüvvət nədir? Kökdən qüvvətə keçid. Yəni uşaqlar, kökdən qüvvətə keçid hansı düsturla gedir? Yadınızda saxlayın ki, A müsbət ədəd. Baxın yazıram. A müsbət ədəd böyükdür 0-dan. M böl n. Yəni belə bir kəsir. Bu kəsir m tam ədədlər çoxluğundan, n natural ədədlər çoxluğundan götürülüb. Belə bir ifadə, yəni bu şərt və bu şərt ödənilirsə, o zaman kökün altında n-ci dərəcədən a üstü m bərabərdir a üstü m bölünsün n şərti ödənilir. Yəni kökdən dərəcəyə keçiddir. Kökün altında 4-cü dərəcədən 3 üstü 3 yazılıbsa, biz bunu 3 üstü 4-də 3 kimi yazırıq. Kökün altında 5-ci dərəcədən 17-nin kubu kimi yazılıbsa, 17 üstü 5-də 3 kimi yazırıq. Yadımızda saxlayırıq. Həmişə kökün dərəcəsi məxrəcə düşür, ədədin qüvvəti isə surətə düşür. Yəni, məsəl üçün, yazmışam kök altında 5. Mən bu kök altında 5-i 5 üstündə 2-də 1 kimi yaza bilərəm. Niyə 2-də 1? Hardan gəldi 2-1? Çünki kökün dərəcəsi 2-dir, yəni məxrəcə 2 yazıram, ədədin qüvvəti 1-dir, surətə 1 yazıram. Olur 5 üstü 2-də 1. İstənilən 2-də 1 üslü qüvvət kök altında həmin ədəd kimi yazıla bilər. Yəni artıq mən 25 üstü 2-də 1-in kök altında 25 olduğunu bilirəm. Bu da bərabərdir 5-ə. Yəni bu şəkildə hesablamalardan istifadə edirik. Bir də uşaqlar, biz riyaziyyatda deyirik ki, həmişə nəyin mənası yoxdur. Kökün altında mənfi olmaz. Kök altında mənfi olarsa bunun mənası yoxdur. Nə bilim, kəsrin məxrəcində 0 olmaz. Olarsa mənası yoxdur. Eləcə də indi rasional üslü qüvvətləri öyrəndikdən sonra belə bir xüsusi qaydaya baxacağıq. Mənfi ədədin kəsir üslü qüvvətinə baxılmır. Mənfi ədədin kəsir üslü qüvvətinə baxılmır. Yəni, mənfi 9 üstündə 4-də 1 yazmışamsa, nə bilim, mənfi 10 üstündə 2-də 1 yazmışamsa, yəni bu ifadələrin mənası yoxdur. Mənfi ədədin kəsir üslü qüvvətlərinə baxılmır. Eyni qaydada sıfırın da yalnız müsbət kəsir üslü qüvvətinin mənası var.
qüvvətinin mənası var. Sıfırın da yalnız müsbət kəsr üslü qüvvətinin mənası var. Yəni biz dediyim mənfinin kəsr üslü qüvvətinə baxılmır, amma sıfırın ümumiyyətlə kəsr üslü qüvvətinə baxılır, amma mənfi kəsr üslü qüvvətinə. Yəni sıfırın mənfi üslü qüvvətinin heç bir halda mənası yoxdur. Yəni sıfırın mənfi üslü qüvvəti olmaz deyirik qayda olaraq. Daha sonra uşaqlar, kökdə növbəti nə qayda var? Vuruğun kök işarəsi altından çıxarılması və vuruğun kök işarəsi altına salınması. Vuruğun kök işarəsi altından çıxardılmasını əslində bayaqdan deyə gəlirik, amma bir də son olaraq bir qayda deyək ki, belə bir qaydamız. Baxın uşaqlar, kök altında, məsələn, elə ikinci dərəcədəndir də, yazılıb A-nın kubu. Mən bu vuruğu kökün altından çıxartmaq istəyirəm. Necə eləyirəm? Yazıram kök altında. Bu ikinci dərəcədən deyil. İkinci dərəcəlidirsə A kubunu A ikinci dərəcəli və vurulsun A kimi yazıram. Daha sonra isə A kvadratında kvadratla kök gedir. Kökdən çölə çıxır adi A. Adi A çıxdı. Adi A çıxdı. Bu A isə artıq kökün içərisində qalıb. Kök altında A. Yəni A kubundan A'nın birini çölə çıxartdım, digəri isə qaldı kökün altında. Yəni bu şəkildə kökdən çıxartma qaydalarına əməl etmək lazımdır. Bu qaydanı ümumiləşdirsək, ümumi qayda kimi yazsaq necə yazarıq? Əgər A böyükdür sıfırdan isə, A böyükdür sıfırdan isə, o zaman 2n-ci dərəcədən, yəni cüt dərəcədən A üstü 2n vurulsun B. Belə bir ifadə verilib. Bu nə eləyir? Cavabı nə eləyir? A sıfırdan böyükdür. Biz demişik axı həmişə bu 2n-dən 2n gedir. Getdi, kökdən çölə A, modulda A çıxdı. 2n'lər ixtisar getdi, modulda A çıxdı. Sadəcə A-nın şərtini qoymuşam ki, sıfırdan böyükdür. Sıfırdan böyükdürsə adi A çıxır buradan. Çünki modulda A-dan da adi A çıxacaq. Sıfırdan böyük olduğuna görə. Amma məsələn, baxın, bu B-nin qüvvətində heç nə yoxdur axı. B-nin qüvvətində heç nə olmadığına görə mən onu kökün altında 2n-ci dərəcədən elə B-ni kökün içərisində saxlayıram. Amma şərtdə qoysam ki, A kiçikdir sıfırdan, A kiçikdir sıfır şərtini qoyarsam əgər, kökün altında yazsam 2n-ci dərəcədən A üstü 2n vurulsun B şəklində bir ifadə yazarsam, o zaman 2n-lər ixtisar gedəcək, kökdən çölə mənfi A çıxacaq. Mənfi A yenə də kök altında 2n-ci dərəcədən B qalacaq kökün içərisində. Yəni çıxanı çıxardırıq, qalanı saxlayırıq, belə deyək. Cüt dərəcədən olanda mənfi müsbətə də diqqət eləyirik. Müsbətdirsə olduğu kimi çıxır, mənfidirsə əksi kimi verilmiş ifadənin əksi kimi çıxardırıq. Məsələn, bir nümunəyə baxaq. Deyir ki, A kiçikdir 0 olduqda A vurulsun kök altında 4-cü dərəcədən A-nın kvadratı. Mən necə A yazdım? A-nın kvadratı ifadəsində vuruğu kök işarəsi altına salın. Uşaqlar, kökün altından çıxartmaq kimi kökün altına salmaq qaydası da var. Kökün altına salarkən də bir şeyə diqqət eləməliyik. Əgər ifadə, kökün altına salacağımız ifadə mənfidirsə, öz mənfisini çöldə qoyub içəri salacağıq. Yadımızda saxlayaq, mənfisini çöldə qoyub içəri salacağıq. Müsbətdirsə olduğu kimi içəri salırıq, heç bir sıxıntı yoxdur. Mənfidirsə mənfisini çöldə qoyub içəri salırıq. Necə? Baxın, A mənfidir. A mənfi oldu mu? Nə dedik? Mənfisini çöldə qoyub içəri salırıq. Mənfisini çöldə qoyduq, getdik kökün içinə. Necə gedirik? Bu A hansı kökün içərisinə gedir? Getdiyi kökün dərəcəsinə baxmaq lazımdır. 4-cü dərəcəli bir kökün içərisinə gedir. Qayda qanunlara uymalıdır. Əgər o kök ilə qonaq gedirsə, bütün onların adət ənənələrinə, qayda qanunlarına uymalıdır. Hansı kök ilə gedir? 4-cü dərəcəli kök ilə gedir. Deməli, A özünün 4-cü dərəcəli qüvvətinə yüksəldilərək girməlidir. İçəridə kimlə qarşılaşır? A kvadratı ilə qarşılaşır. Qarşılaşırlar və daha sonra isə onlar içəridə birləşirlər, olurlar A üstü 6 şəklində. Yəni, bu da oldu bizim doğru cavabımız. Daha sonra isə biz belə bir ixtisar eləyə bilərik. Bu 4 ilə 6-nı mən ixtisar eləyib, 4 ilə 6 hər ikisi 2-yə ixtisar gedir. Mənfi kök altında artıq burada 2 olduğuna görə 2 yazılmır. A-nın kubu şəklində saxlaya bilərəm. Yəni, bunu daha doğrusu A-nın kubu şəklində saxladıqdan sonra bir şeyə də diqqət eləməliyəm də. A-nın kubu şəklində saxlayıramsa,
qayıdıram başdakı qaydaya baxıram. A mənfidir. Mənfidirsə kökün altında mənfi ədədin kubu yenə mənfi eləyərək mənası olmaz. Hə, o zaman bunun qabağına bir dənə də mənfi atmaq gərəkdir ki, o da mənfi olsun. Məsələn, belə bir şey verilib. X kökün altında 4-cü dərəcədən mənfi x. Deyir, vuruğu kök işarəsi daxilinə salın. Məsələn, burada mənə heç bir şərt verməyib. X mənfidir, yoxsa müsbət. Artıq mən bunu özüm müəyyənləşdirirəm ki, biz demişik axı 4 dərəcəli, yəni cüt dərəcəli kökün altında mənfi olmaz. Mənfi olmazsa bu mənfinin burada nə işi var? O zaman deməkdir ki, x özü mənfidir ki, 2 mənfi yanaşı gəlib müsbət olub. X mənfidirsə, deməli bu x də mənfidir. İçəri girəcək, amma öz mənfisini çöldə qoyacaq şəkildə içəri girəcək. Necə girir içəri? Qayda qanunlara uyaraq. Hansı kökün içərisinə girir? 4-cü dərəcəli kökün içərisinə girir. 4-cü dərəcəli kökün içərisinə girəndə x üstü 4 kimi girir içəri. Nə ilə qarşılaşır? Mənfi x ilə qarşılaşır. Vurulur mənfi x-a. Bu da bərabərdir. Mənfi qalır çöldə. Mənfi çöldə qalır. O da olur 4-cü dərəcəli x üstü 4, x üstü 4-ü də mənfi x-a vuranda olacaq, deməli, x üstü 5 olacaq, x üstü 5. Amma diqqət eləyərsə, x mənfi idi də, düzdürmü? X mənfidirsə, mən bu x üstü 5-i belə saxlamıram. Bunun qarşısına mənfini atıram, bu mənfini buradan silirəm. Yəni, çünki cüt dərəcəli kökün altında mənfi ədədin tək qüvvəti olmaz. Mənfi ədədin tək qüvvəti varsa, onun qarşısına mütləq mənfini atmaq lazımdır. Sonra uşaqlar, kəsirin məxrəcinin irrasionallıqdan azad olunması. İrrasionallıqdan azad edə bilmək üçün ədədin qoşmasını bilmək lazımdır. Qoşma vuruq nədir? Yadımıza saxlayırıq ki, kök altında A-nın qoşması elə kök altında A-nın özüdür. Yəni, məsələn, bizə belə bir ədəd verilib. 3 bölünsün kök altında 2. Deyir, kəsirin məxrəcini irrasionallıqdan azad edin. Məxrəci irrasionallıqdan azad etmək üçün kəsirin surətini də, məxrəcini də məxrəcin qoşmasına vurmaq lazımdır. Kök altında 2-nin də dedik ki, qoşması elə kök altında 2-nin özüdür. Yəni, mən bunu kök altında 2-yə vururam. Surəti də kök altında 2-yə vururam. Kök altında 2-ni kök altında 2-yə vuranda kök altında 4, yəni 2 verir. 3 kök altında 2 isə qalır yerində. Məxrəci irrasionallıqdan azad elədik. Daha sonra bizə belə bir ifadə verilib. 14 bölünsün 3 üstə gəlinsin kök altında 2. Deyir ki, məxrəci irrasionallıqdan azad edin. Məxrəci irrasionallıqdan azad etmək üçün nə dedik? Qoşmasına vurmaq lazımdır. Sadəcə yadımızda saxlayırıq ki, kök altında A çıxılsın kök altında B-nin qoşması, kök altında A üstə gəlinsin kök altında B-dir. Burada da 3 plus kök altında 2-nin qoşması 3 minus kök altında 2-dir. Eyni qayda ilə surəti də 3 minus kök altında 2-yə vururam. Sonra müxtəsər vurmanı tətbiq eləsəm, müxtəsər vurma düsturunu 3 plus kök altında 2-ni 3 minus kök altında 2-yə vuranda bir toplama, bir çıxma. 3-ün kvadratı olur 9, çıxılsın kök altında 2-nin də kvadratı olur 2. Surəti isə olduğu kimi saxlayıram. 14 vurulsun, 3 çıxılsın kök altında 2. 9-dan 2 çıxıram, qalır 7. Surətdə də 14 vurulsun, 3 çıxılsın kök altında 2. Bu 14 ilə 7 ixtisar gedir, qalır 2 vurulsun, 3 çıxılsın kök altında 2 şəklində bir ifadəmiz. Bu da olur irrasionallıqdan, məxrəcin irrasionallıqdan. Sonra uşaqlar, bəzi 2 qat radikal düsturları var ki, necə hesablanır onlar? Elə birbaşa misal üstündə göstərəcəm. Məsələn, bizə belə bir ifadə verib, kökün altında 7 üstə gəlinsin 2 kök altında 12. Mən bunun nəyə bərabər olduğunu tapmaq istəyirəm. Necə hesablandığını. Baxın, belə bir şey var ki, burada 2 kök altında 12 yazılırsa, o zaman bu ifadəni, yəni 2 qat kök var da, burada çöldə də kök var, içəridə də kök var. Kökdən çıxartmaq üçün hansı qaydaya əməl etməliyəm? Cəm bərabər olmalıdır 7, hasil bərabər olmalıdır 12 şəklində. Cəmi 7, hasil 12. Fikirləşirəm, bu şərti ödəyən ədədlər hansı ədədlərdir? Cəmi 7 olsun, hasili 12. Təbii ki, 3 və 4 ədədləridir. O zaman nə edirəm? Yazıram kök altında 3, üstə gəlinsin kök altında 4. Təbii ki, kök altında 3 olduğu kimi qalır, amma kök altında 4-ün cavabı eləyir 2. Deməli, bu ifadənin cavabı mənə bu ifadəni verəcəyiymiş. Yaxud başqa bir nümunə göstərirəm. Kökün altında 3 çıxılsın 2 kök altında 2. Məsələn, bilmək istəyirəm, bunun cavabı nə eləyir? 3 çıxılsın 2 kök altında 2. Baxıram ki, cəm
mənə verməlidir 3-ü, hasil mənə verməlidir 2-ni. Hasil mənə verməlidir 2-ni. Bu şərti ödəyən ədədlərdə ki 1 və 2-dir. Sonra yazıram ki, kök altında 1 çıxılsın, kök altında 2. Sonra düşünürəm ki, kökün altında 1-dən kökün altında 2-ni çıxsam mənfi eləyər. Axı biz öyrənmişik, kökdən çölə mənfi çıxmaz. O zaman bunların yerini dəyişdirirəm. 2 çıxılsın 1 şəklində yazıram. Bu da əlbəttə ki, kök altında 2 öz yerində qalır. Kök altında 1-dən də kökdən çölə 1 çıxır deyə cavabımız olur kök 2 çıxılsın 1. Bu da oldu belə bu şəkildə. İndi 9-cu sinifin test toplusundan bəzi nümunələrə baxaq. Məsələn, elə birinci nümunədən başlayaq. Deyir, hansı münasibət doğrudur? Hansı münasibətin doğruluğunu bilmək üçün qaydaları qəşəng bilməyimiz lazımdır. Nə edirik? Baxaq. A, B kubunun kvadratı. Bu kvadrat hər iki qüvvətə aid edilməlidir. A-nın kvadratı, B kubunun kvadratı da B üstü 6 olmalı. Yəni, burada A-nın kvadratı əksikdir, yazılmayıb. Deməli, A bəndi yanlışdır. C bəndi 5 ilə 3. Qüvvətin qüvvəti bir-birinə vurulmalıdır. Heç vaxt 8 yaza bilməz. 5 vur 3, 15 olunmalıydı burada. 8 yox. O zaman C də yanlışdır. A üstü 5, A üstü mənfi 19. Hasil şəklində eyni əsaslı qüvvətlərin hasili olanda qüvvət üstləri toplanılmalıdır. 5-in üzərinə mənfi 19 gəlinir. 5-in üzərinə mənfi 19 gələndə də mənfi 14 eləyir. Doğrudur. Deməli, doğru cavab elə Y variantıdır. Burada 8 ilə mənfi 2 bir-birinə vurulmalıdır. Mənfi 16 yazılmalıydı. Burada da bölmədə qüvvət üstləri çıxılmalıydı. 5-dən mənfi 5 çıxılmalıydı. O da yazılmalıydı. A üstü müsbət 10. Yəni, bu da yanlışdır, bu da yanlışdır. Daha sonra, məsələn, deyir, kök altında 27 hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Bunun üçün kök altında 27. Baxıram 27-yə. 27-dən kiçik bir kvadrat axtarıram. Bir də 27-dən böyük. 27-dən ən kiçik kvadrat 25-dir. Böyük isə 36-dır. Yəni, 27 təqribən 5 ilə 5-in kvadratı ilə 6-nın kvadratının arasında yerləşir. O zaman 5-in kvadratı ilə 6-nın kvadratının arasında yerləşirsə, deməli 5 və 6-nın arasında yerləşəcək. Kök altında 27 ədədi. Sonra məsələn, bu ifadənin qiymətini hesablamalıyam. 0,181, adi 25, 0,16. Hamısından kök çıxır da, kvadrat kök. 0,181, 0,9-un kvadratıdır. 25, 5-in kvadratıdır. 0,16, 0,4-ün kvadratıdır. Kökdən çölə çıxardıram, vururam, ifadəmin qiymətini hesablayıram. Məsələn, deyir, 2 kök altında B üstəgəl 6 kök altında B ifadəsini sadələşdirin. Uşaqlar, məsələn, belə bir şey deyim sizə. Kök altında 2, üstə gəlinsin kök altında 3, bərabərdir kök altında 5. Bu yazılış qəti şəkildə yanlışdır. Belə bir şey eləmək olmaz. Amma məsələn, mən kök altında 2-nin üzərinə kök altında 2 gələrsəm, bu zaman mən 2 kök altında 2 yaza bilirəm. Yəni, eyni əsaslı, eyni kök altı ifadələr olanda bunları hesablaya bilirəm. Amma müxtəlif olanda hesablaya bilmirəm. Gəlirəm indi bura. 2 kök altında B-nin üstünə 6 kök altında B. Elə bil 2 dənə almanın üstünə 6 dənə alma gələndə neçə eləyir? 8 dənə alma eləyir. 2 dənə kök altında B-nin üzərinə 6 dənə kök altında B də gəlsəm, yenə eləyəcək 8 dənə kök altında B şəklində. Kəsri ixtisar eləyin. Eyni dərəcəli kökləri bir kökün altına salmaq olar. Yəni, 4, 3 qalır yerində. Təsəvvür eləyin ki, elə bunu belə yazaq. 4-də 3 qalır yerində. Bunu bir kökün altında 44 böl 99 kimi yaza bilirəm. Bunlar da 11-ə ixtisar gedir. Qalır 9-da 4. Bu da eləyir 4-də 3. Vurulsun. Kök altına 9-da 4-dən də çıxır 3-də 2. İxtisar gedir. Qalır cavabımız 2-də 1 şəklində. Bunlar oldu belə. Daha sonra hansı misala bax. Məsələn, bir dənə qüvvətə baxaq. Mənfi üstü qüvvət. Tam cəbri ifadələrdə biz bunları keçmişik deyə mövzu izahında bunlara toxunmadım. Tam cəbri ifadələrdə, yəni mənfi üslü qüvvət 10 üstü mənfi 3. 10 üstü mənfi 3 biz bilirik ki, 10 üstü mənfi 3 bərabərdir. 1 bölünsün 10-un kubu, müsbət. Kəsir şəklində yazırıq və müsbət əsaslı qüvvətə çevrilir. Bu da olur. 1 bölünsün 10-un kubu nədir? 1000. Yəni, 1000-də 1. 0 tam 1000-də 1. 0 tam 1000-də 1-i 4-ə vuranda eləyir 0 tam 1000-də 4. Bu eləyir 0 tam 10-da 1. 10-da 1-i 2-yə vuranda 0 tam 10-da 2. Bu eləyir elə adi 5. 3-ü də onun kvadratı 100-dür. 3-ü də 100-ə vuranda elədi 300. 300-ün üzərinə 0 tam 1000-də 4, üzərinə 0 tam 10-da 2, üzərinə 5. 305 tam 1000-də 204 eləyəcək. Doğru cavab Y variantı. Daha sonra
İfadəni sadələşdirin. İfadəni sadələşdirməkdən ötürü 18-dir. Mən 18, 32, 8 hesablama apara bilmirəm bu şəkildə. Hamısı kök altı ifadələr fərqlidir. Nə edirəm buna görə? Baxın, kök altında 18-dir. Mən bunu yazıram. Kök altında 9 vur 2 şəklində. 9 vur 2 şəklində yazanda 9-dan kökdən çölə 3 çıxır. Olur 3 kök altında 2. O 3 kök altında 2 vurulur qabaqdakı 4-ə. Olur 12 kök altında 2 çıxılsın. Sonra kök altında 32. 32-ni də 16 vur 2 kimi yaza bilirəm. 16-dan da kökdən çölə çıxır 4. Olur 4 kök altında 2. 4 kök altında 2. Kök altında 8-i də kök altında 8-i yazıram. Kök altında 4 vur 2 kimi yazıram. O 4-dən kökdən çölə 2 çıxır, olur 2 kök altında 2. 2 kök altında 2. Daha sonra hesablamamı apara bilirəm. Kök altında 2-yə bir x kimi baxıb dəymirəm buna, kök altında 2 qalacaq. Əmsalları hesablayıram. 12-dən 4 çıxıram 8, 8-dən də 2 çıxıram 6. Olur 6 kök altında 2. Doğru cavab A variantı. Buradakı bir çox misal o şəkildə həll olunur. Aha, gəldik əsas qaydamızın tətbiqinə. 3A qaldı yerində. Çıxılsın kök altında 4-cü dərəcədən A üstü 4 ifadəsini deyir sadələşdirin. Nə demişdik? Cüt dərəcə olanda bu 4-lə bu 4 ixtisar gedir. Nə olur? 3A çıxılsın modulda A qalır. Modulda A. 3A çıxılsın modulda A. Daha sonra isə baxırıq şərtə. A böyükdür 0. A 0-dan böyükdür. Müsbətdirsə moduldan da elə olduğu kimi çıxır. Yəni 3A çıxılsın A. Bu da bərabərdir. 3A-dan A-nı çıxanda qalır 2A. 2A doğru cavab D variantı qaldı. Yəni diqqət edirik. Cütləri, məsələn burada da diqqət edirik. 6 ilə 6 gedəcək modulda A qalacaq. Amma modulda A mənfi olduğuna görə modulda A-dan çölə mənfi A çıxacaq. Bu da oldu belə. Göstərdim 26-27 nömrəli suallarda məxrəcin irrasionallıqdan azad olunma qaydası. Daha sonra baxaq 30-da A mənfi olduqda vuruğu kök işarəsi altından çıxardın. 16-dan kökdən çölə nə çıxır? 4 çıxdı. A kvadratından isə, baxın 16-dan 4 çıxdı. A kvadratından nə çıxdı? Modulda A. A mənfi olduğuna görə mənfi A çıxartdıq. Qaldı kökün altında B. Olduğu kimi B kökün içərisində qaldı. Yəni B-dən kökdən çölə heç nə çıxmır. Mənfi 4A kök altında B. Doğru cavab D variantı. Bu şəkildə hesabladıq. Daha sonra məsələn 33 nömrəli sualın izahını göstərim. 33. Yazılıb ki 25 kök altında 0,9 çıxılsın kök altında 360 ifadənin qiymətini hesablayın deyir. Necə hesablayaq? Kök altında 0,9'dur. 25 ilə işim yoxdur, qaldı yerində. Mən 0,9'u kök altında, yəni 0,9'u belə yaza bilərəm də. 10'da 9 şəklində, yəni kök altında 10'da 9 şəklində 25 vurulsun. Çıxılsın kök altında 360'ı da belə yaza bilərəm də. Kökün altında 36 vurulsun 10 şəklində. Bu da bərabərdir. 25 qalır. 10'da 9. Baxın, kök altında 10'dan heç nə çıxmır. Kök altında 10'dan heç nə çıxmır. Ya da burada da kök altında onu vurma şəklində yazdım deyə, bunu bölmə yox, bunu da vurma şəklində yazaq. Gəlin belə yazaq. İşimiz daha sadələşsin. 0,9 heç nəyin kvadratı deyil, düzdürmü? Mən bunu 0,9 vur 10 kimi yazıram. Çünki %9 0,13'ün kvadratıdır. 25 qaldı. 0,9'dan kökdən çölə çıxdı 0,3. Kök altında 10 qaldı yerində. Burada da vurmadı. Burada da vurma olsun deyə mən bunu bu şəkildə yazdım. Bölmə kimi yazmadım. Çıxılsın. 36'dan kökdən çölə çıxdı 6. 6 kök altında 10. Daha sonra bunu hesablayıram. Kök altında 10 qalır yerində. 25'i 0,13'e vurup cavabımdan 6 çıxacağım. 25'də 0,13'e vuranda eləyəcək, deməli 7,5. 7,5'dən də 6 çıxanda qalacaq 1,5. Yəni 1,5 kök altında 10 şəklində hesablamamı aparacağım. Məsələn, 34 tipli suallarda nə edirik? Yazılıb kökün altında 34 vur 8 vur 17 bərabərdir. 34'ün özünü mən parçalayıram. Yazıram 2 vur 17 kimi. 8 vur 17 qalır yerində. Fikir verin. 2 dənə 17'dən kökdən çölə bir dənə 17 çıxır. 2 vur 8 eləyir 16. 16'dan da kökdən çölə bir dənə 4 çıxır. 17'ni də 4'ə vururam. Eləyir 68. Doğru cavabımız olur 68 şəklində. Başqa burada hansı misalın izahını göstərim sizə?
İfadənin mənası var, mənası yoxdur. Bunların qaydalarını göstərmişdim. Məsələn, bir dənə də 62 nömrəli sualı yazaq. 62. 62 nömrəli sualda kök altında 0,87 vurulsun 49, üstə gəlinsin 0,82 vurulsun 49. Uşaqlar, kökün altındakı ifadəni öncə sadələşdirirəm, yazıram kökün altında. 49-u çıxardıram mötərizənin xaricinə, yazıram 0,87, üstə gəl 0,82. 49 qalır yenə çöldə. 0,87-nin üzərinə 0,82 gələndə bu eləyir 1,69. Daha doğrusu vurulsun. 1,69. 49 7-nin kvadratıdır. 1,69 da 1,3-ün kvadratıdır. 7-ni də 1,3-ə vuranda olacaq 9,1. Yəni doğru cavabımız olacaq 9,1 şəklində. Bu da izah eləyəcəyim sonuncu tip misal.